Salam əziz şagirdlər. Bugün 6-cı sinif 2-ci hissə riyaziyyat dərsindən səhifə 55-56-da olan tapşırıqların izahını verəcəm. Üçbucağın tən bölənləri bölməsidir. Üçbucaqda bucaq tən böləninin bu bucağın təpəsini qarşı tərəflə birləşdirən parçası üçbucağın tən böləni adlanır. Baxın, burada A, K tən böləni çıxıb. Yəni A təpəsindəki bucağı 2 bərabər bucağa ayırıbdır. Burada B, N tən böləni çıxıb B təpəsindən. Burada C təpəsindən C, M tən böləni çıxıbdır. İxtiyari üçbucağın 3 tən böləni var və onlar bir nöqtədə kəsişir. Baxın, burada T nöqtəsində kəsişib. 6-cı tapşırığa baxırıq. Verilmiş fikrin doğru yaxud yanlış olduğunu müəyyən edin. Nümunə. BO parçası ABC üçbucağının tən bölənidir. Görürsünüz, B təpəsindən tən bölən çıxıbsa, bucaq 45-45 ayrılmalıdır. ABO və OBC bucağı 45 dərəcədir. Bir-birinə bərabərdir. Ona görə də fikir doğrudur. Açıqlama da odur ki, BO parçası ABC üçbucağında B bucağını 2 bərabər bucağa ayırır. Eyni qayda ilə biz indi 6-cı tapşırığın A variantını yerinə yetiririk. Deməli, həlli. Bucağımıza baxırıq. BAM. Bucaq BAM. Bərabərdir. Bucaq MAC-yə. Bucaq MAC. O da bərabərdir 20 dərəcəyə. Onda biz yazırıq fikir doğrudur. Fikir doğrudur. Açıqlama qeyd edirik. Açıqlama. Eyni şəkildə biz də yazırıq. AM parçası ABC üçbucağında bizdə hansı təpədən çıxıb? A təpəsindən. A bucağını 2 bərabər bucağa ayırır. B variantı ilə davam edirik. B variantında da yenə burada biz görürük ki 90 dərəcə təpəsi var. 90-dan 45-i çıxacaqsınız ki, digər bucağı da tapasınız. 6-cı tapşırığın B variantı. 90 çıxılsın 45 edəcək 45 dərəcə. Deməli, burada 45 dərəcədir. Onda yazırıq ki, bucaq həlli. Bucaq PRT bərabərdir bucaq TRS. O da bərabərdir 45 dərəcəyə. Əvvəlcə qeyd edirik, fikir doğrudur. Fikir doğrudur. Bizə deyir ki, RT parçası PRS üçbucağının tən bölənidir. Fikir doğrudur. Açıqlamaya da qeyd edirik ki, RT parçası PRS üçbucağında R bucağını 2 bərabər bucağa ayırır. 2 bərabər bucağa ayırır. Keçirik tapşırığın C variantına. C variantında baxırıq, deyir ki, KP parçası MKN üçbucağının tən bölənidir. KP. Baxın, bunu nəzərdə tutur. Əgər bu tən böləndirsə, üçbucaq, daha doğrusu bucaq MKP bərabərdir 47 dərəcəyə. Bucaq PKN bərabərdir 23 üstə gəl 22 45 dərəcəyə. Onda fikir doğru deyil. Yazırıq ki, fikir yanlışdır. Həlli açıqlama.
açıqlama. Deməli, KP parçası MK en üçbucağında K bucağını 2 bərabər bucağa ayırmayıb. Keçirik 7-ci tapşırığa. 7-ci tapşırıqda dəftərinizdə körbucaqlı üçbucaq çəkəcəksiniz və transport edən istifadə etməklə bu üçbucağın tənbölənlərini çəkəcəksiniz. Kəsişmə nöqtəsini adlandıracaqsınız. Deməli, mən bir dənə körbucaqlı üçbucaq çəkirəm. Baxın, bir nöqtədən çıxan 2 düz xətt şuadır, bucaqdır. Bir dənə körbucaq çəkirəm. Körbucağı çəkdim. Bunları birləşdirirəm. Bu olur üçbucaq. Üçbucağı çəkdim. Üçbucağın tənbölənlərini özünüz transport ilə siz dəqiq çəkəcəksiniz. Mən burada çəkirəm. Deməli, bir tənbölən burada bucağı tam yarıya bölür. Bunu da burada qarşı təpədən çıxarıb düşürdürəm. Daha sonra birini də buradan çəkirəm. Elə çəkəcəm ki, eyni nöqtədə kəsişməlidirlər. Eyni nöqtədə kəsişməlidirlər. Siz transport ilə çəkəcəksiniz. Daha sonra kəsişmə nöqtəsi də bura olsun. Kəsişmə nöqtəsini adlandırın. Bura bir dənə O nöqtəsi qoyuram. Daha sonra keçirik üçbucağın hündürlüklərinə. Üçbucağın təpəsindən qarşı tərəfə yaxud bu tərəfin uzantısına çəkilmiş perpendikulyar üçbucağın verilmiş təpəsindən çəkilən hündürlüyü adlanır. Yəni, məsəl üçün, A təpəsindən bir dənə aşağı perpendikulyar indirdiksə, bu AD hündürlüyüdür. B təpəsindən bura bir dənə qarşı tərəf AC-yə perpendikulyar indirdiksə, bu B-in hündürlüyüdür. C təpəsindən qarşıdakı AB tərəfinə bir dənə perpendikulyar indirdiksə, bu olacaq bizim CM hündürlüyümüz. Hündürlük düşdüyü yerdə 90 dərəcə əmələ gətirir. Səhifə 56-da davam edirik ki, burada bizə verilib körbucaqlı üçbucaqda iti bucaq təpəsindən çəkilən hündürlük qarşı tərəfin uzantısına çəkilir. Baxın, körbucaqlı misal üçün görürsünüz. Burada bu tapşırığa məsələn mən əgər bura hündürlük çəkmək istəsəm, buradan belə qırıq-qırıq xəttlərlə perpendikulyarımı endirəcəm və bunun uzantısı ilə burada, yəni hündürlüyünü çəkmiş olacağım qarşı tərəfin uzantısına. Bu təpənin qarşı tərəfi perpendikulyar çəkiləndə burada aşağıdakı tərəf. İndi burada yenə bizə verib ki, ixtiyari üçbucağın 3 hündürlüyü var. Üçbucağın hündürlükləri və ya onların uzantıları isə bir nöqtədə kəsişir. Daha sonra burada bizə verib ki, fikirləş. Düzbucaqlı üçbucaqda hündürlüklərdən ikisinin onun katetləri ilə üst-üstə düşdüyünü necə izah etmək olar? Düzbucaqlı üçbucaqda katetlər burada 90 dərəcə bucağa əmələ gətirir axı. Bir-birinə perpendikulyardır özləri. Ona görə də hündürlüklər üst-üstə düşür. Bu da 90 dərəcə əmələ gətirən tərəfdir. Bu da 90 dərəcə əmələ gətirən tərəfdir. Ona görə də bizim hündürlüyümüzdür. Baxın, belə bu şəkildə də çevirsək. Yenə görürsünüz. Bura hündürlüyü oldu. Misal üçün, bura B kateti desək, yenə biz bunu belə çevirsək, görürsünüz, yenə B kateti hündürlükdür. Biz davam edirik 8-ci tapşırıqla. 8-ci tapşırıqda bizə deyir ki, hansı halda ABS üçbucağında hündürlük düzgün göstərilib? İxtiyari üçbucaqda A təpəsindən hündürlüyü endirilib, AD hündürlüyü doğrudur. Burada hündürlüyü endirilibsə, baxın, 90 dərəcənin işarəsi görürsünüz, qoyulmayıbdır, yanlışdır. Kör bucaqlı üçbucaq olduğu üçün qarşı tərəfin uzantısına çəkilib, doğrudur. Burada üçbucağın təpəsi deyil, axı bu K buradan hündürlük çəkilsin, belə bir şey olmaz, bu yanlışdır. Burada da yenə D təpə deyil, təpə deyilsə oradan hündürlük çəkə bilmərik biz. Bu da yanlışdır. Yanlışdır. X. Keçirik 9-cu tapşırığa. Fikirlərin doğru və ya yanlış olduğunu nümunələrinə əsaslandırın. Bütün üçbucaqların medianlarının kəsişmə nöqtəsi onun daxilində yerləşir. Doğrudur.
Üçbucaqların tən bölənlərinin kəsişmə nöqtəsi onun daxilində yerləşir. Doğrudur. Amma hündürlüklər dedik ki, hamısı daxildə yerləşmir. Görürsünüz, burada körbucaqlı üçbucaqda xaricdə yerləşdi. Kəsişmə nöqtəsi də xaricdə olur ona görə. Tapşırıq 10-dan davam edirik. Şəkildəki ABC üçbucağının hündürlüyü, medianı və tən böləni təsvir edib. Onları müəyyən edin. Deməli, bu 10-cu tapşırıqdır. Median qarşı tərəfi tam yarıya bölür. Hündürlük isə düşdüyü tərəfdə perpendikular. Birinci mediandan başlayaq. Baxın, AM ilə MC hiss olunur ki, MC daha çoxdur. Məsələn, bu x isə, bu hardasa x üstəgəl 1-dir. Bu isə gözə çarpacaq dərəcədə. Buna bir x desək, buna x üstəgəl heç olmasa 4 deyək. Gözə çarpacaq dərəcədə fərqlidir ölçüləri. Yəni, bir-birinə bərabər deyil. Amma fikir verin, sanki bura bərabərdir. Onda CN mediandır. CN median. Daha sonra bu isə fikir verək. Baxın, burada görürsünüz balacadır bucaq. Amma bu daha böyükdür. Onda bu bizə daha çox tən bölənə oxşayır. Bucaqlar bərabərdir. BM-ə də deyək tən bölən. Bu isə düz perpendikulyar düşüb, bu olur artıq hündürlük. AK da hündürlükdür. Keçirik 11-ci tapşırığa. Şəkildəki ABC üçbucağında AC tərəfi AB və BC tərəflərindən 20% qısadır cəmindən. Gəlin bunların cəmini tapaq. 18 üstəgəl 12 bərabərdir 30. 20% qısadırsa, bunların 80%-nə bərabərdir. 30-un 80%-ni tapaq. 80-ə vurub 100-ə bölürük. Sıfırları ixtisar etdim. Deməli, AC tərəfi 24-dür. Bura ümumilikdə 24-dür. BD deyir, ABC üçbucağının medianıdırmı? CB ilə CD deyir bir-birinə bərabərdir. CB ilə CB bərabərdirsə CD-yə, axı sizə CB-ni 12 veribdir. Onda CD də 12-dir. Mən gətirib bura 12 yazıram. AD-ni bilmirəm. AD-ni tapmaq üçün AD də bərabərdir. Ümumi AC-nin uzunluğu 24-dür. Ondan 12-ni çıxaram, yəni CD-ni edərmi 12. Buranı da taparam 12. Əgər AD ilə DC bir-birinə bərabərdirsə, onda deməli BD olacaq median. Çünki median qarşı tərəfə çəkilir və həmin tərəfi tam yarıya bölür. Tam yarıya böldü. Ona görə də mediandır. Bəli. Çünki B təpəsindən qarşı tərəfə çəkilib və həmin tərəfi yarı bölüb. Yarıya bölüb. Keçirik 12-ci tapşırığa. Gəlin o cümləni burada qeyd edək. BD mediandır. BD mediandır. Çünki B təpəsindən qarşı tərəfə çəkilib və həmin tərəfi yarıya bölüb. Yəni 2 bərabər parçaya. ABC üçbucağında deyir BK hündürlüyü çəkilmişdir. 90 dərəcə qeyd olunubdur. K nöqtəsi AC tərəfini AK bölünsün KC. Onda AK-ya deyəcəyik. Baxın, AK bölünsün KC bərabərdirsə 1 bölünsün 2 nisbətində. Biz AK-ya K deyə bilərik. KC-yə də 2K deyə bilərik.
1/2 nisbətindədir. A-dan C-yə ümumi uzunluq 9-dur. Yəni bunların nisbətləri 1/2-dirsə, 9-u bölürsüz 3-ə, ümumi nisbət 3-dür axı. Yəni K üstəgəl 2K nisbətləri 3K-dır. 9 bərabərdirsə 3K-ya, K bərabərdir 3-ə. Onda bu birinci nisbətimiz 3-dür, ikinci nisbətimiz də 2 vur 3 6-dır. Yenə deyirəm, bu 3-dür. 1/2 nisbətindədir də. Bu 3-dürsə, bunu da 2-yə vuracaqsınız. Bu da deməli 6-dır. 3 6. Buraya yazıram 3, buraya yazıram 6. ABC üçbucağında daha sonra bizə ABK-nı da verib ki 12-dir. ABK 12-dir. Onda yazırıq P ABK bərabərdir 5 üstəgəl 3 üstəgəl BK hündürlüyü. Bunu bizə 12 verib. 8 üstəgəl BK 12-dirsə, demək ki bizim BK-mız 4-ə bərabərdir. Hündürlüyümüz 4-dür. BK da hündürlükdür. Hündürlük bərabərdir 4-ə. İndi burada biz nə edəcəyik? Bizdən sahə istəyir. Siz sahəni tapmaq üçün düzbucaqlı üçbucağın sahəsini keçmişsiniz. Bilirsiniz ki, katetlər vurulur bir-birinə, bölünür 2-yə. S, A, B, K üçün yazacaqsınız. 3 vur 4/2. 6. S, B, K, S üçün yazacaqsınız. 4 vur 6/2. Katetlər nədir? 90 dərəcəyə bitişik olan tərəflər. O da edəcək 12. Onda S, A, B, S bərabərdir 6 üstəgəl 12. Doğru cavabınız 18. Sahə etdi 18. Suallar bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.